Bir sual vermək istəyirəm. Eşitdiyimizə görə vəfat etdiyi günə qədər qaldığı ev kirayə olub. Düzdür? Bəli. Yəni çoxları elə bilirdi onun dəbdəbəli evləri var, malikanələri var. Yəni çoxu o qədər təəccübləndim. İnanırsınız, mən hələ onu tanıyırdım da. Yəni ünsiyyətimiz, münasibətimiz var idi, amma mən də elə bilirdim. Cavan idi o da, hələ təzə namaza başlamışdıq. 92-93-cü illər idi. Biz məscidə gedirdik, o vaxtı biraz 90-cı illər cəmaatın vəziyyəti biraz yaxşı deyildi də, maddi vəziyyət. Hacıya kimsə ehsan eləmişdi, 100-ə yaxın qara köynək. Bu Məhərrəm ayı qabağı idi, uşaqlar kimi məscidə gedirdi, uşaqlara ehsan eləməyə. O, onu gətirmişdi evə, anam rəhmətli deyirdi ki, hamıya paylayırdı. Hər gün məsəl üçün 5-5 10-10 aparırdı, paylayırdı. O vaxtı mən işləyirdim, belənçi. Anam ona deyirdi ki, bəs bu köynəkdən bir dənə də qardaşıma ver də, bu da məscidə gedir, bu da namaz qılandı. Deyirdi ki, onun imkanı var, o alır da, bu imkansızlar üçün. Yəni, əlində olanın həmişə o, yəni, saxlamazdı, verərdi kiməsə. Mən əminəm ki, o kimsə bilsə çöldədir, evsiz, eşiksizdir, ətrafı yaxşı idi, geniş idi, mütləq kömək elətdirib onu ev eşikli də eləyərdi. Elədiyi şeylər demirdi, bunu amma mən eşitmişəm, özümdə elə belə eşitmişəm ki, o ev var idi, onu satıb bir qismini ehsan eləmişdi. Amma belə təxmin, belə də eşitmişəm ki, evin pulunun bir miqdarını 80 minə yaxın ehsan eləmişdi. Və onu çox istəyən insanlar var idi, çox imkanlı şəxslər var idi və heç kəsə də deməyib ki, bunu ki, mən kirayədə qalıram. Bilirəm ki, desəydi, onu nə lazımsa eləyərdilər. Niyə çoxsa elə şey deyən adam deməzdi. Yəni, o şeyləri, onun heç problemini heç kəs bilməzlər. Hacı Şahin insanlara xeyirxahlıq edib, xeyriyyətçilik edib, şəhid ailələrimizə gedib baş çəkib, anaların yanına gedib baş çəkib. Mən nə vaxt sən gelirdim, məsələn, olurdu verilişə dəvət eləməyə, deyirdi ki, Arzu xanım, mən şəhid ailəsindəyəm, rayonda. Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Az öncə videoda haqqında danışılan insan, bəli, Hacı Şahin Həsənli hal-hazırda artıq dünyasını dəyişmişdir və mən də onun ilk dəfə olaraq qəbrini ziyarət eləməyə gəlmişəm. Bəli, videoda danışan onun əkiz qardaşı idi. Mən bu videonu çəkməkdə məqsədim odur ki, bu insana yəni heç zaman şəxsən görməmişəm onu. Necə görməmişəm? Yəni yaxından əlini sıxmamışam, qucaqlaşmamışıq. Amma Məşədi Dadaş, Bakıda Kubinkada yerləşən Məşədi Dadaş məscidinin axundu idi. Ona görə orada mən çox iştirak eləmişəm. Bir yerdə namazlar qırmışıq, cəmaat namazında xutbələrini dinləmişəm, moizələrini dinləmişəm. Amma şəxsən tanışdığım olmayıb. Sadəcə bugün bu videonu çəkməyə özümə borc bilirəm və indi səbəblərini də deyərəm yavaş-yavaş. Və o video haqqında onu öz fikrimi demək istəyirəm ki, mən yəni hal-hazırki dünyada elə bir insan tanımıram ki, öz şəxsi mənzilini satsın və onu ehsan etsin. Sadəcə o video bu insan haqqında çox böyük mətləbləri, çox böyük keyfiyyətləri açıqlayır, üzə çıxardır ki, hətta əkiz qardaşı belə xəbəri olmayıb ki, Hacı Şahin Həsənli öz yaşadığı evi sataraq onun böyük bir qismini insanlara yardım üçün ehsan eləyib. Bəli, belə bir insanın məzarının önündəyəm və yenə deyirəm, özümə borc bilirəm. Nəyə görə borc bilirəm? Çünki nə vaxtsa mənim də yaşımın müəyyən bir gənc dövrü idi. Hal-hazırda 41 yaşım varsa, arası 25-26 yaşında Hacı Şahin Həsənlinin videoları önümə çıxmışdı. Ona qulaq asaraq yavaş-yavaş onu tanımağa başlayırdıq. Sonra həyatı başa düşməyə başlayırdıq. Yəni bu insan ilahiyyatçı olsa da, din xadimi olsa da, onun mövzuları, onun danışdığı məsələlər başqa məsələlər idi. Bütün insanlara, bütün gənclərə ilham verən, yol göstərən, düz yola dəvət edən, yəni bunu mən hal-hazırda bir din xadimi olaraq, bir ilahiyyatçı olaraq təqdim eləməkdən çox, daha çox insanları
bir yaxın dost, məsləhətçi, bir sirdaş olaraq təqdim eləmək istəyirəm Hacı Şahin Həsənlini. Çünki onun çox uyğun dildə, çox uyğun üslubda çıxışları, videoları insanlara çox xoş təsir bağışlayırdı. Mən inanmıram ki, Hacı Şahin Həsənlinin 2-3 cümləsinə qulaq asan və məntiqi, düşüncəsi, düşünmə qabiliyyəti, təfəkkürü normal olan insan ondan təsirlənməsin və onu daha dərindən araşdırmaq, daha çox bilgi almaq, daha çox dinləmək istəməsin. Bunu mən buna əminəm ki, bu doğrudan da belədir. Hacı Şahin haqqında çox şey demək istəyirəm. O dünyasını dəyişəndə 2023-cü ildə, bu arada doğum tarixini görsədim, 07.07, 7-si 7-ci ay 74-cü ildə anadan olub və 02.03 2023-cü ildə dünyasını dəyişib. Bu nur izli insan hal-hazırda haqq dünyasına qovuşub və o dünyasını dəyişəndə əlbəttə ki, mən Türkiyədə idim. Amma yaxından izləyirdim, çox kədərlənmişdik, çox məyus olmuşdum əlbəttə ki. Çünki bütün həyatımızın çətin anlarında, çətin qərarlar vermə anlarında olsun, çətin imtahanlarda onun sözləri də yadımıza düşürdü. Videolarını açıb izləyib ürəyimiz aramlıq tapırdı, rahatçılıq tapırdı. Bizə Allahı tanıdırdı, Quranı tanıdırdı, Quranı izahını verirdi, təsvirini verirdi. Bir sözlə çox böyük insan idi, böyük şəxsiyyət idi. Fəlsəfi fikirləri, psixoloji bilikləri və s. hər tərəfli insan olaraq elə bir bunların hamısını birləşdirərək çox savadlı insan idi. Çünki dünya ədəbiyyatı olsun, fərqli, sadəcə dinlə yetinməyən bir insan idi və o da bütün bunun çıxışlarında öz əksini tapırdı. Ona görə deyirəm ki, ən az 2-3 cümləsini dinləyən insan əminəm ki, onu daha yaxından tanımaq istəyər. Elə bu videonu da çəkməkdə məqsədim odur. Artıq sosial şəbəkələrdə mənim də hardasa götürsək, Facebook, Instagram, TikTok, YouTube'da bəlkə 30 minə yaxın takipçimiz var. Heç olmasa onların arasından 10-15 nəfər bəlkə bu videoya baxar, onu yaxından tanımaq istəyər və o da bizim kimi, o insanlar da bizim kimi Hacı Şahinin məsləhətlərindən, videolarından bəlkə öz həyatlarına tətbiq edər, inkişaf etmələrində yardımcı olar. Məqsədim budur və əlbəttə ki, bu mənim içimdən gəlir, bura gəlmək. Hər səfərimdə Bakıya gələndə çox qısa gəlirdim, 3 gün, 4 gün. Bu səfər biraz uzun gəlmişik. Sağ olsun, dünən mənim yaxın dostum Elvin Quliyev məni gətirdi bura, bu ərazini göstərdi və mən də bugün gəldim bura, Hacı Şahini məzarını ziyarət eləməyə və sizə də onu göstərirəm. Bura Yasamal qəbirstanlığıdır. Çox güman ki, qarşıda Yasamal gölüdür. Bu arada çox maraqlı bir fakt da var. Bunu dünən Elvin də danışanda mənə dedi. Baxın əziz dostlar, bu quşları görürsünüz də. Yəni bu mənim həvəskar kameramdan çəkilən bir görüntüdür. Burada sadəcə bu quşlar, baxın mən oradan gəlmişəm, o ərazidən gəlmişəm. Bu quşlar sadəcə Hacı Şahin Həsənlinin məzarı olan hissədə olurlar və hər zaman bura gəlirlər. Dünən Elvin danışığında bunu dedi, ona fikir verdim. İndi də özüm gəldim, şahidi oldum. Biz dünən axşam gəlmişdik, onda quşlar filan yox idi. Sadəcə belə bir ifadə işlətdik ki, quşlar da hər gün gəlirlər burada, sırf bu ərazidə olurlar. Heç kəs bilmir niyə bura gəlirlər. Mən də indi gəldim, şok oldum ki, baxın, bax, bura Hacı Şahin Həsənlinin məzarıdır. Baxın, tam onun önündə bu quşlar yəqin ki, hər zaman bura gəlirlər. Baxın, qarşıda nə qədər ərazi var, heç bir quşlar o tərəfə keçmir. Bura böyük bir qəbirstanlıqdır. Bu tərəfdə də qəbirstanlıq davam edir. Baxın, heç bir quş yoxdur oralarda. Hamısı sadəcə bu hissədə toplaşıblar. Nədənsə. Belə əziz dostlar, deyiləcək çox fikrim var, çox sözüm var, amma
bəzilərini unuduram. Əslində mən də özümü xoşbəxt hiss edirəm. Hacı Şahin haqqında video çəkirəm. Bilmirəm, bu da mənim qəlbimə düşmüşdü ki, bunu eləmək istəyirdim çoxdandır. Çünki onun ölümü də çox böyük rezonans doğurmuşdu. Mən Türkiyədə idim, dediyim kimi oradan izləyirdim. Nəinki Azərbaycan mediası, bütün Rusiya mediası, Türkiyə mediası da belə bir insanın dünya adısını dəyişməsi haqqında videolar paylaşırdı. Çünki burada 10 minlərlə, 100 minlərlə insan bu əraziyə axın eləyirdi. Onunla vidalaşmaq üçün, son mənzilə yora salmaq üçün və o insanları heç kəs bura dəvət eləməmişdi. Hamı könüllü, necə ki mən bugün könüllü gəlmişəm, öz istəyimlə belə bir video hazırlayıram, çəkirəm, fikirlərimi bildirəm. O zaman da o insanlar gəlmişdi bura Hacı Şahin Həsənli son mənzilə yola salmağa. Çünki onun arxasında 100 minlərlə, 10 minlərlə insan namaz qılırdı, dua eləyirdi. Və artıq onu görməyəcəyini hamı bilirdi və o insanlar özləri buraya gəlmişdi. Onların arasında əlbəttə ki, tanınmış simalar da var idi, adi insanlar da. Və bütün dünya mediası da Rusiya, yaxın ölkələr, yəni əsasən Türkiyə, mən bir neçə dəfə gördüm. İndi videonun, yəni bu haqda danışırdı, paylaşırdı və videonun sonunda da mən də paylaşacağım dəfn mərasimindən görüntüləri, baxarsınız nə qədər insan seli bura axışıb gəlmişdi. Yəni qısa bir ömürdə belə bərəkətli həyat yaşamaq, insanlığa belə faydalı olmaq hər adama qismət olmur. Özü də müsahibələrindən birində demişdi ki, gənc yaşlarından Allahla bir əhd bağlamışdı ki, ondan sonraki ömrünü sadəcə ona xidmət eləməkdə keçirdəcək. O xidməti də əsasən insanlara, cəmiyyətə faydalı olmaqda, kömək etməkdə görürdü. İnsanları düz yola dəvət eləyirdi. Düz yol, yəni doğru, düzgün yaşamaq. Burada məsələ sadəcə dindən ibarət deyil. Əlbəttə ki, onun dünyəvi və dini, axirət mövzuları da çox geniş, dərin mövzuları var. Onu çox insanlar bəzən anlamır, qəbul eləmir. Amma o qədər sadə danışırdı, o qədər psixologiyaya, insan psixologiyasına yaxın danışırdı ki, əvvəlcə əlbəttə bu dünyanı başa salmaq, insanın özünü tanımasını istəyirdi. Özünü tanıdıktan sonra zaten insan həm Allahı tanıyır, həm axirəti, yaradılış məqsədini, səbəbini tapması daha asan olur. Yəni, belə bir insan artıq dünyada yoxdur, çox heyif. Allah rəhmət eləsin, amma o da heyfsənməmizi istəməzdi. Çünki o çox sevdiyi Allahın huzuruna getdi, görüşünə getdi. O da çox şad olardı ki, biz üzülməyək. Amma insan üçün biraz çətindir əlbəttə ki, belə bir insanı itirmək. Allah rəhmət eləsin. Çox nurani, üzü nurlu bir insan. Ona görə məsləhət görürəm, əgər Hacı Şahin Həsənlini tanımayan varsa, yazsın. Bütün sosial şəbəkələrdə sadəcə Hacı Şahin yazmaqla onun gözəl videolarını dünya haqda, axirət haqda, insan haqda, bir çox mövzular haqda eşidə bilərlər, görə bilərlər və dinləyə bilərlər. Bu əminəm ki, bütün insanlara çox faydalı olacaq. Qəlbiniz aramlıq tapacaq. Bəzi çətin məsələlərdə, sıxıntılarda sizə dəstək olacaq. Yəni, yenə deyirəm, səhv başa düşülməsin, Hacı Şahin Həsənli də nəyi izah edirdi insanlara? Allahı, Allahın kitabını, sadəcə onu doğru başa düşməyi, düzgün başa düşməyi izah edirdi. Heç bir siyasi, heç bir başqa, yəni, məqsədləri olmayan bir insan idi. Sadəcə məqsədi insanlığa, insanlara kömək olmaq, yardımcı olmaq, dünyaya sevgi, məhəbbət aşılamaq. Bax, belə, yəni, deyiləsi sözlər çoxdur. Bəli, deyiləsi sözlər çoxdur, amma bəzilərini deyirəm, bəzilərini unuduram. Neçə vaxtı gəlmək istəyirdim, qəlbimdə sözlər toplanırdı, beynimdə toplanırdı. Amma düşünürəm ki, hamısını sizə çatdırıram. 49 il ömür yaşadı, 74-23. Amma bu qədər sevilmək, unudulandan sonra da
bu qədər insanların qəlbində yaşamaq. Düşünün, mən 7 ildir Azərbaycandan kənardayam. İnsan öz ölkəsinə gələndə, yəni ziyarət etmək məqsədi ilə deyirəm, hara gedər? Öz valideynlərinin qəbrinə gedər, yaxınlarının qəbrinə gedər. Məni, əlbəttə ki, mən ilk növbədə gələndə öz rəhmətə gedən valideynimin qəbrinə gedirəm. Amma yəni deməyim odur, məni bura heç kəs gətirməyib, heç kəs məcbur eləməyib. Məni bura sadəcə gətirən ona olan hörmət, sevgi, məhəbbətdir. Ki, mən hal-hazırda buradayam, özüm gəlmişəm. Bax belə. Ona görə belə bir insanı məncə tanımaq sizə də faydalı olar. Hal-hazırda özü bu dünyada olmasa da çoxlu videolar var. Söhbətləri, moizələri, xütbələri videolarda qalıb. Siz də dinləyə bilərsiniz, bəlkə faydalı olar. Bunu sizə məsləhət görərdim. Bura isə dünən axşam gəlmişdik, saat 11-də. Yenə də insanlar gəlirdi, burada maşınlarını saxlayırdılar, ziyarət edirdilər. Ziyarət deyəndə sadəcə yəni onu darıxırdılar. Darıxan insanlar, onu sevən insanlar bura gəlməklə bir təsəlli tapırlar da, yəni. Özü yoxdur burada, sadəcə məzarıdır, şəklidir. Yəni ona aid olan bir yerdir. Bura gəlməklə insan sadəcə ona olan sevgini biraz dindirir, məhəbbəti biraz da olsa təsəlli tapır insan. Və belə insanlar hər gün bura gəlməkdədirlər. Hər gün gəlirlər, hal-hazırda gündüz vaxtıdır, heç kəs yoxdur. Hava sərinləyəndə gələnlər olur. Və dediyim kimi quşlar da baxın buradadır. Çox maraqlıdır. Bəlkə özünüz də gəlsəz bu quşları görəcəksiniz burada. Belə hörmətli dostlar, bugünkü videom mərhum Hacı Şahin Həsənli, ilahiyyatçı, dini xadim, ictimai xadim Hacı Şahin Həsənlinin məzarından ziyarət elədik. Onu sizə tanıtdırmağa, yəni onu Azərbaycanda tanıyan çoxdur, tanımayanlara tanıtdırmağa çalışdım öz çapımda. Özümə borc bildim bura gəlməyi və sonda da onun dəfn mərasimindən olan videonu izləyin, baxın. Nə qədər incəsəli var idi dəfn mərasimində. Sağ olun, var olun. İnşallah gələn videolarda görüşənədək. Bugün vəfat edən tanınmış din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilib. Məşədi Dadaş məscidində cənazə namazı qılınıb. Mərhum dəfn olunmaq üçün Yasamal qəbristanlığına aparılıb. Bugün səhər saatlarında qəflətən vəfat edən tanınmış din xadimi Hacı Şahin Həsənlinin səhhəti ilə bağlı bəzi məqamlar üzə çıxıb. Tanınmış həkim Niyazi Qəmbərli özünü pis hiss edən ilahiyyatçının paytaxtda yerləşən Bakı Medikal Plaza klinikasına müraciət etdiyini bildirib. Səhər saat 4 radələrində klinikamızda olub. Miokard infarktı diaqnozu qoyulub, lakin təklif olunan müayinə və müalicədən imtina edərək iltizamnaməyə qol çəkərək gedib. Niyazi Qəmbərli qeyd edib ki, hacının ailəsi səhər təkrar gələrək deyərək xəstəxanadan gedib. Bundan əlavə, sosial şəbəkələrdə söz gedən iltizamnamənin fotosu da yayılıb. Həmin sənəddə Hacı Şahinin təcili tibbi yardım şöbəsində müayinədən keçməsi qeyd edilib. Diaqnoz kimi kəskin miokard infarkt və aritmiya göstərilib. Daha sonra Yasamal rayon Abbasov küçəsindəki evinə gedən Hacı Şahinin halı kəskin pisləşib. Dərhal təcili tibbi yardıma müraciət edilib və evə gələn həkimlər onun vəfat etdiyini bildirib. Məşədi Dadaş məscidinin imamı Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır. Bu barədə Qafqaz İnfoya Baş Prokurorluğu mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin
martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.